Bir daha hər kəsi salamlayıram. Salam aleykum. Dostumuz Fərid bəyin mağazasının açılışıdır. Allah xeyirli, bərəkətli eləsin. Ətirlər haqqında qısa məlumat vermək istəyərdim. Ümumiyyətlə özümdə də olur. Məsələn, işdə bir darıxdığımız anda, yəni qayğılardan yorulduğumuz bir anda bir gözəl ətri sıxaraq, onun fəlsəfəsinə baxaraq elə bir başqa bir dünyaya düşürük. Yəni sanki bu belə deyək, qayğılardan, problemlərdən xilas oluruq. Tam səmimi deyərdim ki, dünyada olan gözəl bir şeylərdən biri də ətirdir. Yəni insan həqiqətən o emosiyalarına təsir edir və insanı başqa aləmə aparır. Və buna görə də parfümerlər o hər bir ətrin fəlsəfəsində istəyiblər nəsə demək. Yəni hər bir ətrin öz mənası var, öz fəlsəfəsi var və parfümerin demək istədiyi bir mesaj var. Məsələn, xanımlar üçün məsləhət görərdim Victoria's Secret-in ətirlərini. Məsələn, demək olar ki, hamısı gözəl ətirlərdir. Məsələn, maraqlı ətirlərdən burada Devil's Intriga var, hansı ki, təzəliklə onu video formasında işləmək istəyirəm. Şeytanın intriqası. Yəni ətrin adı da belə maraqlıdır, qeyri-adidir və ətir özü də gözəl ətirdir. Fərid bəy də onu bilir. Yəni gözəl ətirlər çoxdur. Yəni sayla onları demək olmaz. Yəni ən yaxşısı Fərid bəyin mağazasına bu gəlsinlər, baxsınlar və ətirlərin necə deyirlər, gözəlliyindən həzz alsınlar.